Sizin çok maraqlı bir kitabınız var. Onu oxuyarkən insanda qəribə düşüncələr formalaşır. Elə həmin o kitab, yəni ki, Qadının 3 yaş dövrü kitabının şuuraltı baxımdan nə izahı var? Nə izah edir bizə? Teşekkür ederim sualınız için. Qadının 3 yaş dövrü romanı şuuraltımızın dərin qatlarında gizlənən nəsillər arası bağları və travmaları işıqlandıran bir romandır. Burada gənc bir qızın sevgi, aldanma və özünü tanıma və azadlıq hissləri qarşısındakı tanışlıq fonunda həm də 3 qadın obrazının, yəni uşaqlıq, gənclik və yetkinlik çağında olan qadın obrazlarının birləşdiyi bir mərhələdir. Romanda təbii ki, romanın əsas mesajı budur ki, keçmişdən ana nəslimizdən miras qalan ağrılar, acılar, mübarizələr, bütün bunlar bizə gəlib çatsa da əslində biz onu dərk edəndə artıq onları buraxmış oluruq və öz yolumuza artıq yeni bir başlanğıcla davam edirik. Burada da yenə şuuraltı travmaların ortaya çıxdığı məsələlər işıqlandırılır. Oxucular üçün bu maraqlı olar ki, məsələn, burada 1900-cü illərin başlanğıcından indiyə, bu günümüzə qədər 3 nəsil qadının keçdiyi həyat yolundan söhbət gedir. Nənə, ana və nəvə fonunda və bunlar onların yaşadığı o çətinliklər, apardıqları mübarizə, ümumiyyətlə yaşanan həyat çətinlikləri qarşısındakı dözümlülüyü çox qabarıq göstərilibdir. Təbii ki, burada Azərbaycan oxucusu, Azərbaycan cəmiyyəti ilə bağlı roman oxuyursa, orada öz şuuraltısını da mütləq görəcəkdir, tanış gələcəkdir.